Sağaldacağıq dostlar. İnşallah sağalacaq. Burada olan 12 addım reabilitasiya mərkəzində olan qardaşların, buranın personalının əziyyəti nəticəsində, səyi nəticəsində sağalacaq Rəşad. İstəyirsən də sən sağalmaq Rəşad. İstəməsəydim qardaşım, valla nə bilim, bəlkə də ben ne işi gedərdim. Ya qəlbimdə, içimdə var ki, mən istəmirəm də bu yolun axırı yoxdur. Mən bilirəm, ona görə ki, mənim gözümün qabağında çox oğlanlar dünyasını dəyişib, belə pis dünyasını dəyişib. Var insanın Allah yazısı var ki, Allah yazar, dünyasını dəyişər, deyərlər, Allah rəhmət edin. Demək kimi insan dünyasını dəyişəcək, aparıb atacaqlar qəbirlər, çox. Ancaq dalımızdan pis sözlər yazıb deyə bilərlər. Ancaq bir də var, cəmiyyətə bir xeyirli olub, mənim öz bir ailəmin içində dayım olub, 18 il eləyib. Ancaq idman eləyə, o maşallah indi bir dəqiqə 60 neçə yaşı var. Ona və dünya çempionatını gedir, güləşir veteranlar arasında. Nə o demərsən ki, o narkotik qəbul edib. Bizim ailədə iradə olanlar var. Mən də inşallah bilirəm ki, özümə denirəm ki, sizin Əkbər müəllimin sayəsində sağalaram. Allahın izni ilə gedib cəmiyyətə bir xeyirli bir insan olaram. Mən özüm utanırdım bir insanlar içine çıxma. Mən çox tanış var, çox adam zəng edirdi. Narkotikə görə kimləsə gedib yaxınlaşım, nəsə apşatsı eləmək istəmirdim ki, ona görə ki, deyirdim kiməsə ziyan vuraram, kiməsə bir ziyanım dəqə insanlardan qaçırdı. Allahın izni ilə düzələrəm, Allah qoysa. Yəqin ki, özümə inanıram. Ağır narkotik eləmişəm, ağır narkotikdə özüm iradəmin sayəsində düzəlmişdim. İndi bir şeytan qənəmi Allah'tı məni, bu nəsə bu, gəldim düşdüm bir kuruğa, bu kuruqda da mənə belə bir başıma bir iş gəldi. Düz o kuruqdan asılı deyil, mənim özümün içində də yəqin olub ki, eləmişəm onu. Bəli qardaş, qoşdum. Qeyd edim ki, dostlar, neçə vaxt idi, küçə həyatı yaşayırdı da, belə deyim də, kafedəm, ha, Rəşad? Mən birindən evdən çıxmışam. Şəmkir, çox dostlarım var, bəs deyə bilirlər Şəmkir. Nail, qoş məni canlıya. Qoşuram, yalandan hamı dua eləyir. Allah canınızı sağ eləsin. Bizə bu duadan da çox dəstək lazımdır, dostlar, qardaşlar. Yəni, Əkbər müəllim sağ olsun, götürüb, eləyir. Prosto burada çox da, belə deyim, imkansızlar. Ona görə bizə də dəstək lazımdır. Dualar şükür Allaha, sağ olun, eləyin. Amma maddi dəstək önəmlidir. Çünki burada yetimlər, imkansızlar, kasıblar, xəstələr çoxdur. Əkbər müəllim də ki, biznesmen deyil. Bu da bir kasıb kişinin oğludur. Allah xətrinə götürüb, bu 2 nəfər özü elə pulsuz, parasız müalicə alıb. Totunu bu dəqiqə burada oğul atalıq eləyir Totuya. Vallahi böyük qardaşlıq eləyir, çiçəyin özünə, elə bunların hamısına. Bizə lazımdır ki, maddi dəstək ki, qoy bunlar Rəşad kimi 10 nəfərə artıqını eləyək, götürək. Kart qoy deyəndə 12 addım reabilitasiya mərkəzi TikTokda yazın dostlar. Səhifəsi var. Rəşada dəstək olmaq istəyənlər girsinlər, oraya yazsınlar. Logosu da belədir, qırmızı 12 addım. Dəstək olunsun. Bizə elə deyim də, indi istək göndərənlər çoxdur, danışmaq istəyənlər çoxdur. Rəşadı tanıyıram, hə. Tanıyırsan, tanıyan, belə deyim də, qardaşlıq eləyin. Tanıyanlar qardaşlıq eləsinlər. Buna burada 9 ay, 1 il bu burada qalacaq. Buna o siqaretinə, nə bilim paltarına, belə yığıcılıq kimi çıxmasın. Onu demirəm, yəni mən faktı deyirəm, reallığı deyirəm. Yasamalda işləyib bu. Yasamalda işləmirsən Rəşad? Yox. İndi siz bir aydan sonra Rəşada baxın da, maşallah, koçu olacaq, koçu. O videoda var idi, şeydə, baranlıqdan düşürsən, avaranlıqdan. Oradakı kimi saçını da eləyərsən, saqqalımız adı yaxşı, normal bir dənə. Baxdın bu videosuna? 6 ay onda Stalipinlə yol gedirib. 6 ay Stalipin. Atdım sənə, göstər şeydə ikisini atdım. Yəni 200 kilometr yolu qardaşım 6 ay. At da. Həzab Fırlanırsan, bütün Rusiya fırlanırsan. Mənə görə düşür. Hə? Qatarla. Qatar. 313 o deməkdir ki, bu dini şeydir, yəni İmam Hüseyin
Yoxsa İmam Həsən? İmam Hüseyin. İmam Hüseynin 313 dənə ordusu var, ha, əskəri var. Belə dini bir mənanı daşıyır onun boynundakı.